İnsanlar tarix boyu silahlarla döyüşdü. Lakin bəzən bir informasiya yüzlərlə qılıncdan daha kəsərli oldu. Bir dezinformasiya minlərlə oxun qarşısında qalxana çevrildi. Qədim saray divarlarından elçilərin qulaqlarına pıçıldanan fitnələr, Avropanı tir-tir titrədən dezinformasiyalar və döyüşsüz alınan şəhərlər. Bir radyo dalğası ilə dünyanı müharibəyə çəkən nitqlər, bir başlıqla milyonları səfərbər edən qəzetlər və bir neçə montaj əməliyyatı ilə beyinləri çaşdıran kadrlar. Müasir dövrdə informasiya müharibələri daha geniş arealı əhatə edərək daha ciddi əhəmiyyət qazandı. Post-industrial dövrdə texnologiyanın inkişafı ilə informasiya sahəsi cəmiyyətə təsir və nəzarət uğrunda mübarizənin əsas arenasına çevrildi. Bu həm də əsas geosiyasi oyuncular arasında qarşı durmanın baş verdiyi bir müstəvidir. Burada əsas məqsəd ictimai rəyə və siyasi elitaların mövqeyinə təsir göstərmək, bəzən isə gənc nəslin milli dəyərlərindən uzaqlaşdırmaqla, onları yad ideoloji təxribatlarla zəhərləməkdir. Bu sənədli film sizi fironların daş lövhələrindən başlayıb, sosial medianın sonsuz axınına qədər uzanan informasiya müharibələrinin dərin və gizli savaşlarına aparacaq. Eradan əvvəl 2-ci minillik, Suriya, Kadeş şəhəri. Qədim dünyanın iki nəhəng ordusu, Misir və Het padşahlığının qüvvələri üz-üzə gəlir. Tarixə Kadeş döyüşü kimi düşən bu hadisə tərəflərdən heç birinin qəti üstünlüyü ilə yekunlaşmır. Hər iki ordu böyük itkilər verərək ağır-ağır geri çəkilirlər. Lakin döyüşdən sonra 2-ci Ramzes Misirin müxtəlif bölgələrindəki məbədlərin divarlarında döyüş səhnələrinin təsvirlərini əks etdirdi. O, bu səhnələri müşahidə edən heroqlif yazılarla birlikdə öz qəhrəmanlığını və düşmən üzərindəki qələbəsini tərənnüm edən şeirlər də yazdırdı. Həmçinin rəsmi dövlət təbliğatı vasitəsilə bu məlumatlar geniş şəkildə xalq arasında yayıldı, ictimai rəyə təsir göstərildi. Misir əhalisində formalaşan fikir bu oldu ki, Firon Het ordusunu darmadağın edib, Misir üçün vacib qələbə qazanmışdı. Lakin bu məlumatlar və təsəvvürlər tarixin ilk informasiya manipulyasiyalarından biri idi. Kadeş döyüşündən sonra Misir və Het padşahlığı arasında Kadeş müqaviləsi imzalandı və bu müqavilə tarixdə imzalanmış ilk beynəlxalq yazılı müqavilə idi. Bu müqavilənin şərtlərindən biz bilirik ki, Misir və Het padşahlığı arasında baş vermiş döyüşdə tərəflərdən hər hansı biri qəti bir üstünlük qazanmayıb. Əks təqdirdə biz Misir məbədləri üzərindəki heroqliflərə inanaraq bu döyüşün qalibinin Misir olduğunu düşünəcəkdik. Eradan əvvəl 331-ci il, İraq, Qavqamela. Bir neçə gün sonra Balkanlardan parlayan və qısa müddət ərzində Mesopotamiyaya qədər ərazilərə yayılan Makedoniya imperiyası ilə ard-arda məğlubiyyətlər alan və əlindəki əraziləri saxlamağa çalışan Fars Əhəməni imperatorluğu arasında miqyasına görə bəlkə də dövrün ən tələfatlı döyüşü baş verəcək. Makedoniya imperatoru İskəndər rəqibindən fərqli olaraq informasiya manipulyasiyalarının mahir ustası idi. O, Əhəməni ordusu haqqında dəqiq kəşfiyyat məlumatları toplamışdı. İskəndər döyüşdən əvvəl minlərlə piyadasını ətraf kəndlərdə yerləşdirərək ordusunun dəfələrlə az olması ilə bağlı süni görüntü yaratdı. Eyni zamanda öz xəfiyyələrinə qəti tapşırıq vermişdi ki, düşmən tərəfindən yaxalanacaqları halda Makedoniya ordusunun sayının az olması və artıq əldən düşmələri haqqında dezinformasiya versinlər. Bu taktika işə yaradı. Eradan əvvəl 331-ci il, oktyabrın 1-də baş tutan Qavqamela döyüşündə Makedoniya ordusunun gözləniləndən qat-qat çox olduğunu görən Fars komandanlarının planları pozuldu və çaşbaş qalan Əhəməni ordusu pərən-pərən düşdü. İskəndərin əks hücumu ilə 3-cü Dara döyüş meydanından qaçmağa məcbur oldu. Bu, informasiya və psixoloji müharibə taktikasının qədim dövrlərdən bəri
necə güclü bir silah olduğunu göstərən real tarixi nümunə idi. Əslində sadəcə olaraq bizə tədris olunan dərslikdə bu misallar var və bütün bu misallarda mütləq Qərb qalib gəlir. Yəni həmin bu Qafqamela döyüşündə hətta mən sizə deyim, bilirsiniz, Azərbaycandan, Qafqaz Albaniyasından döyüşçülər iştirak edib və sözsüz ki, misal olaraq maraqlıdır. Bəli, istər kəşfiyyat məsələsi, istər düşmanı özü az göstərmək, zəif göstərmək və yaxud geri çəkilərək düşmanı üzərində çəkib sonra məhv etmək. Heç buna İskəndər Makedonunu qoyaq bir qırağa, qədim türk üslubudur və türk tarixi tam bu misallarla doludur. Eradan əvvəl 2-ci əsr, Çin, Çanan şəhəri. Çin imperatoru xəfiyyəsi olan gənc diplomat Zheng Yana Hun torpaqlarına səfər etməsi ilə bağlı sonuncu tapşırıqlarını verir. İmperator Wu'nun başlıca məqsədi Hunlar arasında ədavət yaratmaq, Hun birliyini sarsıtmaq idi. Zheng Yan bu məqsədlə Hun bazarlarında dolaşıb, əhali arasında şayələr yaymalı idi. Bir neçə ay sonra tacir qismində Hun bazarlarına sızan gənc diplomat öz missiyasını ustalıqla icra etməyə başlamışdı. Yayılan şayələrdən ən məşhuru xan qüvvələrinin böyük ordu ilə Hunların üzərinə hücuma hazırlaşması ilə bağlı idi. Bu xəbər dildən dilə yayılaraq Hunların hərbi hazırlıqlarını sürətləndirməsinə, eləcə də Hunlar arasında fikir ayrılıqlarının yaranmasına səbəb oldu. Zheng Yan çox keçmədən Hun döyüşçülərinin güya xan imperatoru ilə gizli danışıqlar aparmaları haqqında dezinformasiyalar yaymağa başladı. Bu xəbərlər Hun bazarlarından bütün ölkəyə yayıldı. Nəticədə bir-biri ilə onsuz da ədavəti olan Hun sərkərdələri artıq bir-birini daha ciddi şəkildə ittiham etməyə başladılar. Sürətlə silahlanma və hərbi təlimlərin artırılması Hunların gücünü tükətdi. Hun sərkərdələri arasındakı ədavət dərinləşdikcə onların müdafiə qabiliyyəti zəiflədi. Hun dövlətini zəiflətmək üçün Çin imperatorları Hun sarayına xəfiyyə olaraq Çin xanımlarını göndərmişlər. Bu həm müsbət təsir etmiş, məsələn, tutaq ki, Hun dövlətinin daxildən zəifləməsində, Çin mədəniyyətinin yayılmasında rol oynamışdır, bəzən əks nəticələr də vermişdir. Belə hallar olmuşdur ki, hətta göndərilən xanım Hun mədəniyyətinin təsiri altına düşmüş və hətta Çinə qarşı hücumlarda iştirak etmişdi. Zamanla güc mərkəzləri anladılar ki, insanların qəlbini qorxu və ümidlə əl almaq bəzən minlərlə süvarinin irəliləməsindən daha ucuz və daha təsirli bir silahdır. Lakin zaman dəyişdikcə dövlətlərin sərhədləri genişləndi, tayfalar yerini imperiyalara, kiçik saraylar isə böyük krallıqlara verdi. Siyasi oyunlar daha da mürəkkəbləşdi. Gizli məktublar, saxta sənədlər, cəsus şəbəkələri, saray divarlarının arxasında yeni planlar toxunmağa başlandı. Orta əsrlər yalnız qılınc və qalxan dövrü deyil, həm də gizli diplomatiyanın, xain fitnələrin və yalan xəbərlərin qızıl çağı idi. Kral sarayları, yepiskop iqamətgahları, qalalar və karvansaralar dezinformasiya mərkəzlərinə çevrilmişdi. Əgər qədim dövrdə məbədlərin divarları təbliğat lövhəsi idisə, orta əsrlərdə hər bir tacir və ya elçi bir cəsus ola bilərdi və bu çox təhlükəli idi. Feodalizmin ilk dövrlərində, 5-ci əsrdə bütün Avropanı tir-tir titrədən bir təhlükə var idi. Bu təhlükənin kimliyi ən yaxşı Romalılara əyan idi. Attila. Qərb Hunlarının başçısı olan Attila sadəcə qılınc gücü ilə deyil, həm də şayə və qorxu ilə imperiyaları diz çökdürmüşdü. Attila Roma elçilərini qəbul edən zaman atlarına dəmir zireh geyindirir, ordusunun sayının çox olduğunu göstərmək üçün minlərlə tonqal qaladırdı. Roma elçiləri Avropaya qayıdan zaman Attila'nın ordusunun 10 minlərlə döyüşçüdən çox olduğunu, ordularının atlarının belə dəmir zireh geyindiyini danışırdılar.
Elçilərin gətirdiyi məlumatlar Roma senatında böyük səs-küyə səbəb olur və ümidsizlik yaradırdı. Beləliklə, danışıqlar masasında Hun hökmdarı qarşı tərəfə istədiyi hər şeyi rahatlıqla diktə edə bilirdi. Attila Romalıların dindar olduğunu yaxşı bilirdi və təbii ki, dindar olan birinin qorxusu da Tanrının qəzəbidir. Bu məqsədlə Attila özünü Flagellum Dei, yəni Tanrının qırmancı adlandırırdı və Romalılara belə bir informasiya ötürürdü ki, mən Tanrının qırmancıyam və Tanrı məni sizi cəzalandırmaq üçün göndərib. Bu, Roma ictimaiyyətində böyük qorxu və təşvişə səbəb olurdu və beləliklə psixoloji üstünlük Attilanın tərəfinə keçirdi. Şəhərlər ölkəsi Bizans. Bu böyük imperiya əsas şəhəri Konstantinopolu sadəcə qala və sədlərlə deyil, həm də inancla müdafiə edirdi. Xalq arasında aparılan təbliğata görə, güya Tanrının anası müqəddəs Məryəm Konstantinopolun görünməz müdafiəçisi idi. 7-ci yüzillikdə avarlar, daha sonra Sasani qüvvələri Konstantinopolu mühasirəyə aldıqda, Bizans keşişləri Məryəmin möcüzəvi surətini divarların üstünə qaldırırdılar. Şayə yayılmışdı ki, Məryəm özü qalalar boyunca gəzir və düşmən oxlarını geri çevirir. Bu əfsanə ordunun və şəhər əhalisinin əhvalını yüksəldir və müqavimət gücünü daha da artırırdı. Bu şayələr həm də düşmən düşərgələrində sürətlə yayılaraq onlarda belə bir təsəvvür yaratmışdı ki, Bizansı məğlub etmək sadəcə mümkün deyil, çünki Tanrının anası onları qoruyur. Bu inanc saysız-hesabsız döyüşlərdə Konstantinopolun mənəvi qalxanına çevrildi. Beləliklə, Bizans imperiyası öz divarlarını yalnız suvaqla yox, həm də dini inancla möhkəmləndirmişdi. Məryəm obrazı Bizansın görünməz psixoloji qalası idi. Bu əfsanə yalnız 1453-cü ildə Osmanlı fəthi ilə ifşa olundu və tarixin tozlu səhifələrinə qarışdı. İstanbulun, Konstantinopolun fəthi, amma bundan öncə 1204-1206-da səlibçilər darmadağın etdi Konstantinopoli. Ayasofya kilsəsini bağladılar, bütün papazları qovdular, Bizans imperatorunu qovdular, Ayasofyanı katolik kilsəyə çevirdilər, məcbur etdilər Bizans əhalini keçsinlər katolikliyə. Yəni ona görə bu müqəddəs ana obrazı heç də kömək eləmirdi. Sadəcə olaraq bu bir mifdir, söz demişkən, və bu mifi də indiyənə kimi qərb mədəniyyəti istifadə edir. 1095-ci il. Əbədi qızıl şəhər, Roma. Bu dövrdə Roma papalığı öz qüdrətinin zirvəsinə çatsa da, Papa II. Urban hakimiyyətini şərq ölkələrinə də yaymaq niyyətində idi. Bu çox böyük məsuliyyət və risk tələb edirdi. Buna baxmayaraq, II. Urban əlindəki gücdən bəlkə də tarixin ən böyük dini təbliğat kampaniyası üçün istifadə etdi. Papa 1095-ci ildə Klermon şəhərində təşkil etdiyi yığıncaqda Avropa zadəganlarına və kəndlilərinə müraciətində müsəlmanların Qüdsdə xristian zəvvarları qətlə yetirdiyini və müqəddəs yerləri təhqir etdiyini iddia etdi. Əslində isə Qüds müsəlman hakimiyyəti altında nisbətən sabit idi və zəvvar axını davam edirdi. Lakin II. Urban bunu fərqli şəkildə təsvir etdi. Papa insanların qəlbində həm qəzəb, həm də müqəddəs qisas hissini oyatdı. O, həm də xalqa müraciətində bildirdi ki, Qüds şəhərini azad edən hər bir səlibçi cənnətdə əbədi həyat qazanacaq. Papanın bu vədi Avropanın dörd bir yanında, kilsələrdə və bazarlarda, meydanlarda yayıldı. Minlərlə kəndli, zadəgan və macəra axtaran gənc bu səsə qoşuldu. Lakin Papanın gizli məqsədi yalnız müqəddəs yerlər deyildi. O, parçalanmış Avropa knyazlıqlarını vahid bir məqsəd ətrafında birləşdirmək və Avropadakı işsiz zadəgan kütləsini şərqə yönəldərək daxili çaxnaşmaları azaltmağı planlayırdı. Saxta xəbərlərdən ibarət təbliğat maşını elə güclü işlədi ki, yüz minlərlə insan heç bir hərbi hazırlıq olmadan şərqə yola düşdü. Bu
Bu yol boyu aclıq, xəstəlik və daxili ixtişaş minlərlə sələfçinin ölümünə səbəb oldu. Amma Papa üçün əsas hədəf qüds yox, kilsənin birləşdirici gücünün dünyaya nümayişi idi. 11-13-cü əsrlərdə baş vermiş xaç yürüşləri gedişində Papa böyük uğurlar əldə etsə də informasiya müharibəsində. Lakin 16-cı əsrdə reformasiya hərəkatının, kilsənin yenidən qurulması uğrunda Avropada başlanmış dini hərəkatın gedişində o bu müharibəni uduzdu, məğlub oldu. Əsas səbəb isə Martin Lutherin informasiyada önəm daşıyan kitab çapı, mətbə işini lazımın səviyyədə qurması idi. Yəni, reformasiya ideyaları kitablar vasitəsilə geniş oxucu kütləsinə çatdırılırdı. On 16-cı əsrin sonları Moskva, Rusiya böyük bir yalanla çalxalanır. Lakin hər kəs bu yalanın təsirindədir və onun yalan olduğunu qəbul etmir. Əsl adı Grigori Otrepyev olan bir keşiş, özünü İvan Groznunun kiçik oğlu Dimitri kimi qələmə verərək taxta iddia irəli sürdü. Əsl Dimitri isə uşaq yaşında müəmmalı şəkildə ölmüşdü. Lakin Rusiya xalqı onun ölmədiyinə inanmağa meyilli idi. Yalançı Dimitri Polşa zadəganlarının və Roma papasının dəstəyini qazanaraq böyük bir siyasi avanturaya başladı. 1605-ci ildə Boris Godunov qəflətən vəfat etdi və yalançı Dimitri fürsətdən istifadə edərək Moskvaya yürüş etdi. Moskva boyarları ona qapıları açdı, çünki yeni ümid, yeni xilaskar axtarırdılar. O, hətta İvan Groznunun dul arvadına özünü onların oğlu kimi təqdim edərək ondan təsdiq də almağı bacardı və taxta çıxdı. Lakin Polşa katolikləri ilə yaxınlığı tezliklə xalq arasında narazılıqla qarşılandı və yalançı Dimitri sui-qəsd nəticəsində öldürüldü. Grigorinin bu yalanı ölkədə böyük çaxnaşma yaratdı. Sadə xalqın hakimiyyəti inamını sarsıtdı, bütün ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu. Bu bir daha onu göstərdi ki, bir dezinformasiya yalnız bir taxtı deyil, bütün bir dövlətin sütunlarına çatlada, xalqı bir-birinə düşmən edə və ölkəni xarici güclərin oyuncağına çevirə bilər. İnsanlar, sadə xalq tarixən sevdiyi, hörmət etdiyi şəxsin ölümü ilə barışmaq istəməyib və zaman-zaman bundan istifadə edən şəxslər də fırıldaq yollarla hakimiyyəti qəsb etməyə çalışıb. Yalançı Dimitrilərdən başqa Azərbaycanda da yalançı San Mirzələr olub. Özlərini ölmüş Səfəvi şəhzadəsi San Mirzə kimi təqdim ediblər. Özdə 1 yox, 2 yox, 3 San Mirzə üsyanı olur. Eləcə də Osmanlı dövlətində Sultan Süleyman Qanuninin oğlu Şəhzadə Mustafanı boğdurmasından sonra yalançı Mustafalar meydana çıxır və xalq hər dəfə bunlara inanırdı. 18-ci əsrin sonu, 19-cu əsrin əvvəllərində informasiya müharibələri yeni mərhələyə qədəm qoydu. Çünki çap mətbuatı və qəzetlər kimi yeni vasitələr kütləvi təbliğat yaymaq imkanlarını artırdı. Diplomatik məktublar, saxta bəyannamələr, manipulyasiya edilmiş rəsmi sənədlər artıq dövlətlərin siyasi silahına çevrilmişdi. Dövrün ən məşhur informasiya manipulyasiyalarından biri də məşhur Ems teleqramı idi. Belə ki, 1870-ci ildə Prusiya kralı 1-ci Wilhelm Bademsdə istirahətdə olarkən Fransa səfiri Benedetti ilə görüşdü. Bu görüşdə əsas məsələ Prusiya şəhzadəsinin İspaniya taxtına namizədliyi idi. Bu isə Fransanı narahat edirdi. Kral 1-ci Wilhelm səfirə hörmətlə cavab verərək məsələni bağlayıb daha çox danışmaq istəmədiyini bildirdi. Wilhelm görüşün məzmunu haqqında adi diplomatik teleqramla Berlinə baş kansler Otto von Bismarcka məlumat göndərdi. Bismarck Fransanın Prusiyaya qarşı müharibə üçün bəhanə axtardığını başa düşürdü. Odur ki, bu teleqramın məzmununu bilərəkdən qısaltdı, tərzini sərtləşdirdi və mətbuatda yayımladı. Bu saxta və Fransa səfirinə hörmətsizliyi nümayiş etdirən teleqram Fransa mətbuatında gürültü ilə yayıldı. Fransızlar imperatorlarının təhqir olunduğuna inanaraq qisas tələb etdilər. Beləcə,
EMS teleqramı dövlətlərarası anlaşılmazlığı qısa zamanda böyük bir müharibəyə çevirdi. Bismarckın bu incə dezinformasiyası nəticəsində Fransa-Prusiya müharibəsinin alovu yandırıldı və nəticədə Almaniya qalib gəldi və onun birləşməsi üçün zəmin yarandı. Bilirsiniz, bu Avropanın tarixi çox keşməkeşlidir və orta əsrlərdən üzü bu tərəfə böyük müqəddəs Roma imperiyası yaranır və bu imperiyanın mərkəzi pərən-pərən olan Almaniya ərazisi olur. Burada Vatikanın böyük rol olur, müasir Avstriya, Şərqi Avropanın ərazisi və sonradan bu müqəddəs Roma imperiyası, güya ki Roma imperiyasının varisidir, qədim Roma imperiyası. Yenə də darmadağın olur və bu çox böyük travma yaşadır Alman xalqına və ancaq 1870-lərdə, 1860, 70, 80-lərdə axır ki Bismarck adında bir belə deyək, dövlət məmuru və siyasətçi və hərbiçi bu xalqı birləşdirir və Avropada 3 dənə əsas qüvvə olur həmişə. Böyük Britaniya, Fransa və Almaniya. Və həmişə də Almaniyanın Fransa ilə çətin biz görürük tarix dönəmləri var. Və Bismarckdan başlayan proses Hitlerə kimi davam edir. Yəni əslində Bismarckın ideyası Avropanı birləşdirmək idi. Amma bu ideyanı bundan öncə Napolyon yaşatmaq istəyirdi. Napolyonun ideyası Almaniyanı və başqa əraziləri birləşdirərək Avropa İttifaqı deyirlər formatını yaratmaq idi. Napolyon da bunu edə bilmədi. Bismarck da axıra çatdıramadı. Hitler də gördük ki, əsl ideyası o idi. 20-ci əsr informasiya müharibələri tarixində tamamilə yeni bir mərhələnin başlanğıcı oldu. Əgər əvvəlki əsrlərdə dezinformasiya və təbliğat əsasən saray intriqaları, diplomatik məktublar və qəzetlər üzərindən aparılırdısa, 20-ci əsrdə radio, kino və daha sonra televiziya bəşəriyyətin evinə birbaşa qapı açdı. Bu dövrün əvvəlində Birinci Dünya müharibəsi kütləvi təbliğatın gücünü ilk dəfə qlobal miqyasda nümayiş etdirdi. Müharibə başlayanda tərəflər qəzetlərdən, afişalardan, radio mətnlərindən istifadə edərək düşmən əleyhinə saysız-hesabsız şayələr yaymağa başladılar. Məsələn, Britaniya mətbuatı Alman əskərlərinin Belçikada uşaq qətilləri törətdiyini iddia edən saxta xəbərlərlə ictimai rəyə təsir etdi. Bu, neytral dövlətlərin də dəstəyini qazanmaq və əskərlərin döyüş ruhunu yüksəltmək üçün edilirdi. Almaniya isə öz növbəsində əks təbliğat apararaq ingilislərin müstəmləkələrdə vəhşilik törətdiyini vurğulayan materiallar yayırdı. Birinci Dünya müharibəsi göstərdi ki, mətbuat, teleqraf şəbəkəsi cəbhədəki mərmilər qədər önəm daşıyır. Müharibə dövründə radio kütləvi informasiya vasitəsi kimi sürətlə yayıldı. Artıq hər evə daxil ola bilən bu alət təbliğat gücünü dəfələrlə artırdı. 20-ci əsrin 30-cu illərində totalitar rejimlər informasiya müharibəsini dövlət siyasətinə çevirdilər. Tarix sübut edir ki, söz, yəni informasiya silahdan hazır oynamır. Buna misal olaraq biz keçmiş əsrdə 20-ci əsrin 20-30-cu illərində Stalinin düşmən obrazı yaratmaq üçün fotoşəkilləri montaj etməsini nümunə kimi göstərə bilərik. Məsələn, Leninlə çəkilmiş 1924-cü il məşhur fotoşəkildən Trotskinin, onun əsas rəqibinin silinməsi və yaxud diktatura tipli digər bir dövlətdə, yəni nasist dövlətində radio cihazlarından nasist ideyaların yayılması üçün istifadə edilməsi. Çünki radio o zaman bütün vətəndaşların, digər bütün vətəndaşların ailələrinə yol açan bir vasitə idi. Mussolini'nin qədim Roma imperiyasının qüdrətindən bəhs edən çıxışları və qəzetlərdəki təbliğatı, eyni zamanda Yapon imperatorunun Çindəki işğallarına bəraət qazandırmaq üçün radiodan istifadə etməsi buna bariz nümunədir. Nasist Almaniyasında Josef Goebbelsin rəhbərliyi ilə propaganda nazirliyi quruldu. Goebbels Alman xalqında revanşizmi alovlandırmaq məqsədi ilə radio, qəzet və kinofronikalardan ustalıqla istifadə edirdi. Alman radioları düşmən ordularının sıralarına qorxu yaymaq üçün psixoloji verilişlər hazırlayırdı. Hitler rejimi hər yeni qanlı addımını xalq qarşısında haqlı göstərmək üçün kütləvi informasiya manipulyasiyasına söykənirdi.
Eyni dövrdə Sovet İttifaqı da öz təbliğat maşınını gücləndirdi. Stalin rejimi daxildə qəddar repressiyaları gizlətmək məqsədi ilə kütləvi qəhrəmanlıq mifləri, saxta xalqlar dostluğu ideologiyasını yayırdı. İkinci Dünya müharibəsi informasiya müharibələrinin pik nöqtələrindən oldu. Hitlerin Lord Haw-Haw ləqəbli radio yayımı İngilis əskərlərinin ruhunu sındırmağa çalışırdı. Digər tərəfdən Britaniya və ABŞ Almaniyaya təxribatçı radio dalğalar göndərir, Alman xalqını şübhə və qorxu içində saxlayırdı. Müharibədən sonra soyuq müharibə dövrü başladı və informasiya savaşı bu dəfə ideoloji bloklar arasında davam etdi. 1947-ci ildən etibarən ABŞ, Radio Liberty, Radio Free Europe kimi radiolar vasitəsilə Şərq blokunda əhaliyə alternativ məlumatlar çatdırmağa çalışdı. SSR isə öz növbəsində mətbuatı və kinostudiyaları ilə Qərbi çürük kapitalist kimi təqdim edirdi. 1980-ci illərin sonunda Şərq blokunda gizli şayiə şəbəkələri kommunist rejimlərinin etibarını içəridən dağıtdı. Soyuq müharibənin bitməsi ilə informasiya müharibələri özünün yeni mərhələsinə qədəm qoydu. 1990-cı illərdə Peyk televiziyası və internet saytları sərhədləri aradan qaldırdı. Artıq yalan xəbərlər yaymaq üçün nə senzura, nə də sərhəd kifayət edirdi. İnsanlar həm yayımçıya, həm də istehlakçıya çevrilmişdi. 20-ci əsrin sonunda informasiya cəbhəsi döyüş meydanlarından daha geniş, daha görünməz və daha təhlükəli hala gəldi. Bu əsr onu göstərdi ki, informasiya müharibəsi tanklardan, toplardan daha dərin iz buraxıb beyinləri müharibə meydanına çevirir. 21-ci əsrdə informasiya texnologiyalarının inkişafı ilə müharibələr anlayışı da kökündən dəyişdi. Fiziki müharibələrdən fərqli olaraq informasiya müharibələri məlumat manipulyasiyası və ictimai rəyin formalaşdırılması üzərində qurulur. Bu müharibələrin məqsədi rəqib dövlətlərin siyasi, iqtisadi və ya sosial stabilliyini zəiflətməkdir. 21-ci əsrin əvvəllərindən başlayaraq sosial media informasiya müharibəsinin yeni məkanına çevrildi. Bəzi mobil tətbiqlər öz təyinatından çıxaraq dezinformasiya yayan mobil silahlara çevrildi. Virtual məkan üstünlüyü, dezinformasiya, kiberhücumlar, troll orduları və psixoloji təsir informasiya müharibəsinin əsas özəllikləri hesab olunur. Köhnə dövrlərdə informasiya yayılması çox asan olmadığına görə müxtəlif əllərdə toplanırdı və rahat nəzarət oluna bilirdi. Amma indiki dövrdə sosial media var, internet var, istənilən məlumatı çox qısa bir zamanda böyük kütlələrə çatdıra bilirik. Bu da o deməkdir ki, yalan informasiya da çox sürətlə yayıla bilir. Bu da dezinformasiyaya gətirib çıxara bilər və gənclər də bu məlumatları aldıqda artıq aldana bilərlər. Ona görə məsləhətim odur ki, ümumiyyətlə hər hansı bir məlumatı internetdə gördükləri zaman o məlumatları mənbələrini yoxlasınlar. Mənbələrini yoxlamalıdırlar və eyni zamanda məlumatların doğruluğunu da özləri araşdırıb digər başqa vasitələrlə də yoxlamalıdırlar ki, bu məlumatlar doğrudur. Eyni zamanda bugünkü gün artıq süni intellekt də daha başqa bir səviyyəyə gəlir və videoları və şəkilləri çox realistik şəkildə belə deyək, kopyalaya bilir, insan səslərini kopyalaya bilir, olmayan intervyular, danışıqlar yarada bilir. Bunun özü də informasiya müharibəsində yeni bir belə deyək, cəbhə açır. Burada da yenə də həm dövlət səviyyəsində, həm şirkətlər səviyyəsində, həm də fərdlər səviyyəsində hər birimiz bundan diqqətli olmalıyıq və hər bir informasiyanı dəqiq mənbəyindən öyrənməyə çalışmalıyıq və təsdiqlənmiş məlumatlara inanmalıyıq. İnformasiya müharibəsinin miqyası adətən hərbi əməliyyatların və iqtisadi rəqabətin miqyasından asılı olur. Bu baxımdan 2020-ci ilin 27 sentyabrında başlayan və 10 noyabrda Azərbaycanın parlaq qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsi müasir dövrdə nadir nümunələrdən biri kimi yadda qaldı. Müharibə dövründə ermənilər sosial şəbəkələrdə saxta xəbərlər, dezinformasiya və manipulyasiya üsullarından istifadə edərək beynəlxalq rəyə təsir etməyə çalışdılar.
Onlar Azərbaycana əsassız ittihamlarla günahlandıraraq ölkəmizin beynəlxalq nüfuzuna zərbə vurmaq istəyirdilər. Lakin Azərbaycan tərəfi Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün güclü cavab addımları atdı. Dövlətin koordinasiyalı informasiya siyasəti və xalqın həmrəyliyi informasiya sahəsində də qələbəmizi təmin etdi. Prezident İlham Əliyev informasiya cəbhəsində əsl lider kimi önə çıxıb, xarici media nümayəndələrinin təxribat xarakterli suallarını sərrast cavabları ilə susturdu. Tarixi faktlara söykənən arqumentləri ilə erməni yalanlarını ifşa etdi. Beləliklə, Azərbaycan həm döyüş meydanında, həm də informasiya cəbhəsində güclü və haqlı olduğunu bütün dünyaya sübut etdi. Azərbaycanın şanlı tarixi olan Vətən müharibəsi, 44 günlük müharibə cəmiyyətimizin müxtəlif təbəqələri tərəfindən birlikdə, həmrəylikdə əldə olunan qələbəni simvolizə edir. Cənab Prezident də hər zaman bu məsələyə toxunarkən qeyd edir ki, biz birlik sahəsində bu qələbəni qazandıq. Azərbaycan xalqı, mən hesab edirəm, Azərbaycan Prezidenti və Azərbaycan ordusu birlikdə bu qələbəni təmin etdi və o günlərə qayıdarkən biz sözsüz ki, vətəndaş cəmiyyət təşkilatlarının, qeyri-hökumət təşkilatlarının da müharibə dövründəki fəaliyyətini diqqətdə saxlamalıyıq. Müxtəlif istiqamətlərdə fəaliyyət oldu. Mən deyərdim ki, hər təşkilatın öz ixtisasına, sahəsinə uyğun fəaliyyətləri biz o vaxt gördük. Bir çox təşkilatlar məhz müharibə bölgəsində, xüsusən veteran təşkilatları həmin dövrdə gənc nəslin, əsgərlərin ruhlandırılması məqsədi ilə cəbhə bölgəsində müharibə dövründə olmuşlar. Onlar tərəfindən bir çoxları, mən deyərdim ki, 1-ci Qarabağ müharibəsində iştirak edən veteranlar idi. Onlar gənc nəslin ruhlandırılmasında, həmin o cəbhə bölgəsində xüsusi rola malik olurlar. 44 günlük Vətən müharibəsi dövründə müxtəlif sosial şəbəkələr vasitəsilə Qarabağ və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması çox mühüm əhəmiyyət daşıyırdı. Azərbaycan gəncləri bu şəbəkədə də döyüşərək fəal vətəndaş mövqeyi nümayiş etdirdilər. Onlar erməni dezinformasiyalarının ifşa edilməsi istiqamətində yorulmadan çalışdılar. Bu məqsədlə kreativ posterlər və videolar hazırlayaraq müasir rəqəmsal alətləri bacarıqla istifadə etdilər. İndi hər kəsin cibində rəqəmsal silah var. Bu silahlar vasitəsilə bir məlumatın bir neçə dəqiqə ərzində milyonlarla insan öldürülməsi mümkündür və bu silahın hər kəsdə olması çox təhlükəlidir. Hər kəs bu ucu bucağı görünməyən sonsuz səngərlərdə bir əsgərdir. Bu savaşda ən güclü qalxan düşünən beyin və açıq gözdür, sorğulayan şuur və savadlılıqdır. Bu film bir daha onu xatırladır ki, tarix dəyişir, amma informasiya cəbhəsi heç vaxt bağlanmır. Qalib olmaq isə həmişə həqiqəti müdafiə edənlərin əlindədir.